Salam dostlar, bu videoda sizə Honor Magic 7 Pro üçün yeni gələn Magic OS 10 yeniləməsinə baxırıq. İlk baxışda gördüyünüz kimi telefonda şəffaf tema dəstəyi gəlib. Həm bildirim panelində, həm telefon widgetlərində, həm kamerada, ümumiyyətlə ümumi interfeysə əlavə olunub şəffaf tema dəstəyi. Yeniləmələr almaq üçün buradan sistem və yeniləmələr, proqram təminatı yeniləməsi və burada ilk baxışda yeniləmə görsənmir. Proqram təminatı yeniləməsində yeniləməni almaq üçün sağda 3 nöqtəyə vururuq və sınaq versiyasını seçirik. Və burada artıq sınaq versiyasını seçdikdən sonra Android 16 və Magic OS 10 yeniləməsini ala bilərsiniz. İlk gözümə çarpan fərq lenslərarası keçidin daha axıcı olmasıdır sanki. Bir digər yenilik Honor AI özəlliklərində zəng tərcüməsi özəlliyi gəlib. Burada istədiyiniz dilləri seçə bilərsiniz. Səsin də qadın və ya kişi olmasını seçə bilərsiniz. Mən yeni Honor istifadəçisi olduğum üçün çox gözümə çarpan bir fərq olmadı, amma bütün yeniləmələrdən xəbərdar olmaq üçün sistem yeniləmələri, proqram təminatı yeniləməsi və Magic OS 10 üzərinə vurduqda buradan yeniləmə ilə gələn bütün özəllikləri oxuya bilərsiniz. Yəni ümumi götürdükdə yeniləmə pis deyil. Android 16'dır. Şəffaf tema dəstəyi də pis deyil. Yəni belə əsas stabillik artıb, yəni işləmə daha sürətlidir sanki. Yəni elə önəmli olan da budur. İzləyən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Sağ olun.